Çox dəyərli adımdan kiçik bir hədiyyə də hazırlamışam. Bu biri 11A sinif şagirdi Əhmədzadə Ayan Samir qızı. Deyirsiniz niyə? Həm keçən il ADA Universitetində göstərdiyi gözəl bir nailiyyətə görə ona görə bizə təşəkkür də gəldi. Və həmçinin bu il Mingəçevir Dövlət Universiteti tərəfindən təşkil olunan İngilis dili üzrə müsabiqədə birinci yer qazandığı üçün təbrik edirəm Səfaya. Bir hədiyyə. Böyük uğurlara imza atmaq istəyir. Ümid edirəm, həqiqətən ən böyük uğurlar sənin olur. Təşəkkür edirəm. Hörmətli şagirdim, həm davranışıyla, həm qanacağıyla, həm intizamıyla sevib seçilən əziz şagirdimiz Şirinov Elcan Elçinoğlu 11B 3 il dalbadal RFO müsabiqəsində kimya və bu buraxılış imtahanlarda 9 və 11-ci sinif şagirdlərindən ölçülür. Və mən istəyərdim ki, bugün bura 24 nəfər şagirdi, 12 nəfər 11, 12 nəfər də 9-cu sinif şagirdlərini bu səhnəyə dəvət edim. Buyurun uşaqlar. 200 baldan yuxarı toplayan şagirdlərimiz. Ən yüksək nəticəni Kədrizadə İlker göstərib 272. Təbrik edirəm uşaqlar. İstəyərdim ki, hər kəs tanısın bu şagirdlərimizi və gələn ki, tədris ilində bu sayı 2 qat olsun. Səviyyəli yarışlarda birinci yer tutduğuna görə buyur Nuray. Mikhailova Nuray. Sevindirici bir haldır əlbəttə ki, bizim həm gözəl valideynimiz, həmişə bizim yanımızda olan, hər cəhətdən eyni zamanda da məzun atası Qazimiz Samir müəllim. Sözü sizə. Hörmətli Sevda xanım, hörmətli müəllimlər, əziz məzunlar, dəyərli tədbir iştirakçıları. Mən sizə hər birinizə öz minnətdarlığımı bildirirəm ilk növbədə mənə söz verdiyiniz üçün və bu tədbirə dəvət etdiyiniz üçün. Mənim üçün bugün bəli, siz qeyd etdiyiniz kimi çox əlamətdar bir gündür. Məhz 1997-ci ildə məzun olduğum məktəbə 29 il sonra qızım Ayanın məzun tədbirində iştirak üçün qatılmışam. Bu çox bir xoş gündür. Hörmətli müəllimlər, mən sizə öz dərin təşəkkürümü bildirirəm. Sizin zəhmətiniz danılmazdır. Əziz məzunlar, sizi bir daha təbrik edirəm və yeni həyat səhifənizdə sizə uğurlar arzu edirəm. Çox sağ olun, minnətdarım. Sağ olun. Biz sağ olun. Və çıxışımın sonunda biz bayaq 9-cu və 11-ci sinif şagirdlərini hamısını vaxt getməsin deyinə fəxri fərman. Gəlin uşaqlar bura, gəlin çox istəyərdim sizinlə xatirə şəkildə çəkək. Elcan, zəhmət olmasa bayaq payladıq, amma mən şəkil çəkdirə bilmədim sizinlə. 9-cu siniflərdən də şagird sayı səhv etməyimizə 5 nəfər olmalıdır. Ümid edirəm ki, blok imtahanında da onların balları 300-dən yuxarı olacaq və 600-dən çox bal yığmış şagirdlərimiz kimi biz onları burada alqışlayacağıq. Təbrik edirəm hər bir 11-incini, hər bir yüksək bal yığanı, yüksək bal yığmayan şagird. İnstituta girmək ən önəmli məsələ deyil. Məsələ odur ki, həyat çayının sırasındadır. Onun timsalında bütün 11-inciləri təbrik edirəm. Sizə uğurlar arzu edirəm. Həyat yollarında, bu həyatın keşməkeşli yollarında sizə daim uğurlar arzu edirəm. Arzu edirəm ki, səsiniz həmişə uca zirvələrdən gəlsin. Bugün həqiqətən də çox heyecanlıyam. Son bir saat. 11 illik bir zaman kəsiyi gözümün önündə canlanır. İlk dəfə əlimizdən tutduğum olanlar. 11 illik xatirə, bax bu məktəb həyəti.
həsrəti. Uşaq idi ilk dəfə bu qapıdan girəndə. İndi gənclik sevinci var hər birimizin üzündə. Zəng səsi sinif otağı həm kədər, həm fərəh. Arxada qalır bugün yaşanmış şirin illər. Müəllimlər baxır bizə qürurla kövrələrək. Həyata qədəm qoyur ümid dolu nəsillər. Açın yollar baxın gəlir 11-incilər. Sabaha addımlayırən parlaq məğrur gənclər. Bugün məktəb həyətində ən təntənəli nida. Gəncliyə salam olsun, uşaqlığa əlvida. Amma qəlbimizdə yaşar bu doğma İsti məkan, yadımızda qalacaq ilk sevgi, ilk həyəcan. Bir-birimizə dayaq olduq dar gündə hər zaman. Addımlayaq fəxr Gəlir 11-incilər, sabaha addımlayır ən parlaq məğrur gənclər. Bugün məktəb həyəti. Şahirsuna vətənə dayanadın Aslanadın
Teşekkür ederim 11'a. Elə bilməyin ki, ve biz tədbirimizin sonuna geldik. Bugün, indi, bu an sizin için sonuncu dəfə zəng çalınacaktır. Ve bu zəng sizin hayatınıza elə bir yol açsın ki, elə bir parlaq həyatınız olsun ki, biz müəllimlər, valideynləriniz kənardan sizə baxdıqca sevinsinlər. Hamınızı təbrik edirəm, hamınıza gələcək həyatınızda uğurlar arzulayıram. İnşallah səsləriniz Azərbaycanın, dünyanın en güzel, en yüksek ali məktəblərindən gələr. Hər birinizə uğurlar arzulayıram.